eyni zamanda baxın belə bir tablo da qoyurlar. Deyirlər ki, eyni şəkillərdə qoyurlar ki, Allah Taala bəs deyirsiniz Allahınız Bədir savaşında mələk göndərdi. Bəs indi niyə mələk göndərmir? Belə bir də paylaşım da var. Zaten sanki cəmaat hamısı bilir ki, Allah Taala Bədir savaşı barəsində məlumatı var. Sanki o cür belə paylaşım edirlər. Bədir savaşı barədə İslam tarixindən xəbəri olanlar bilir. Həqiqətən də tarixdə, İslam tarixində o var və Qurani Kərimdə Ali İmran surəsində bu barədə Allah Taala məlumat verir. Mələklər olubdur. Bədir döyüşündəki İslamın ilk savaşı idi. Müsəlmanlara köməyə gəliblər. Amma digər müharibələrdə bu olmadı. Heç Bədir savaşından sonra Ühud döyüşü oldu. Ühud savaşı oldu. Olmadı. Bəs niyə olmadı? Yaxşı, bəs niyə Kərbalada olmadı? Niyə Qarabağ savaşında olmadı? Digər savaşlarda niyə olmadı? Haqq olan savaşlarda niyə olmadı? Bədir savaşı İslamın ilk savaşı idi. Müsəlmanların hələ güclənməmişdi, hələ imanı tam əmin deyildi. Və burada İslamın qorunma məsələsi var idi. Buna görə də Allah Taala'nın istəyi və iradəsi ilə bu savaşda mələklər müsəlmanlara köməyə gəldi. Müsəlmanlara baxmayaraq sayı az idi, xüsusi güc, qüvvə gəldi, xüsusi inayət gəldi. Bu savaşı qazandırar. Amma Bədirdən sonraki Ühud savaşında bu olmadı. Artıq burada imtahan var idi. Peyğəmbər sallallahu eynən Bədir savaşı kimi burada da proqramı cızdı. Kimlər harada duracaq, nə işlər görəcək. Amma bəlli ki, biz bilirik ki, o oxçuların deməli, Peyğəmbər sallallahu əmrindən çıxmaları ki, kənarda qalmışdı. Onlar yalnız Ühud dağını qoruyacaqdılar. Onların ucubatından qalibiyyətə doğru gedən o savaş məğlubiyyətə doğru getdi. Burada yenə də tabi olmamaq, səbirsizlik, nəfs məsələsidir ki, imtihana çəkilmişdi və bunlar da bu imtihandan çıxa bilmədi. Və eyni zamanda da Kərbala hadisəsi. Kərbala hadisəsində bəs niyə mələklər iştirak eləmədi? Bəyəm Allah istəsəydi olmazdı. Allah istəmədi. Kərbala hadisəsində Allah istədi ki, o hadisədə cismi cəhətdən Hüseyn əleyhissalam və onun tərəfdaşları şəhid olsunlar. Bu bir tərəfdən. Və Hüseyn əleyhissalam da bilirdi ora gedəndə ki, onlar cismə məhv olacaqlar. Zaten bilirdi. Şəhid olacaqlarını bilirdilər. Bəli. Şəhidlik zirvəsinə çatacaqlar və qətlə məruz qalacaqlar. Düzdürmü? Bəli. Zaten bilirdilər. Bəs nə idi mövzu? Niyə onlar o döyüşə getdi? Allahın iradəsi nə idi? Yaxşı, onda biz də biraz sual toparlayaq. Onda niyə qətl baş tutdu? Burada əsas məsələ o idi. Söhbət o hadisənin mənəvi məsələsi idi. İmam Hüseyn əleyhissalam cismi cəhətdən orada məğlub olsa da, mənəvi cəhətdən orada qalib çıxdı. Mütəal Allaha da lazım olan bu idi. Qurani Kərimdə Allah buyurur, Allah bir kəsə qapısını bağlayarsa, kimsə onu aça bilməz. Bir kəsin qapısını açarsa, kimsə onu bağlaya bilməz. Allah istəsəydi, əgər az sayda olsa da belə, Bədir savaşında olduğu kimi, onlar cismi cəhətdən qalib çıxacaqdı. Amma o qədər də effekti olmayacaqdı. Effekt var burada. Onlar cismi cəhətdən aradan getdilər. Və bunun əks sədası İslam xilafətinin hər yerinə yayıldı. Eləmi? Və şəhidlik zirvəsinə çatan İmam Hüseyn əleyhissalam və onun şəhidləri bir məktəb qoydular, getdilər. Bütün dünya xalqlarına azadlıq sevən, məzlumiyyətə boyun əymək istəməyən bütün dünya xalqlarına bir məktəb qoydu. Bir azadlıq simvolu oldu İmam Hüseyn əleyhissalam. Eyni zamanda xanım Zeynəb və onun əsirləri. Onun arxasınca gedən əsirlər ki, baxmayaraq ki, onlar əli qolu bağlı getdilər, onlara zülmlər gəldi.